Salam əziz izləyicilər, efirdə mən Kərimzadə Novruz günün əsas xəbərləri ilə qarşınızda. Bildiyiniz kimi dünən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci 10 günündə Barcelona Çexiya səfərində Slavia Praqanı 2-4 hesabı ilə məğlub etdi. Bu oyundan sonra Barcelona turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Katalon klubunun 13 xalı var. Bu xalla Opta Analitika Mərkəzinin göstəricilərinə görə Barcelona'nın 8-də 1 finala birbaşa vəsiqə qazanması 79,8% dəyərləndirilir ki, böyük ehtimalla da bu baş verəcək. Çünki son rəqibimiz Kopenhagendir. Kopenhagen'də aşağı sıralarda qərarlaşır. Amma Barcelona'nın 16'da 1'dən mübarizəyə davam etmə ehtimalı da 20,2% olaraq dəyərləndirilir. Bu Çempionlar Liqası barəsində olan xəbər idi. Yəni, böyük ehtimalla ki, biz birbaşa 8'də 1 final mərhələsinə vəsiqəni əldə etmişik. Digər bir xəbər hal-hazırda çıxdı. Rəsmi olaraq bildirildi ki, Barcelona'nın rəsmi səhifəsi bildirdi ki, Barcelona'da prezident seçkiləri 15 mart tarixində baş tutacaq. Laporta özü də namizəddir. Viktor Font var namizədlər arasında, hansı ki, ən populyar odur. Ümumilikdə hal-hazırda 5 namizəd təsdiqlənib prezident seçkiləri üçün. Digər bir xəbərimiz isə UEFA Çempionlar Liqasında həftənin rəmzi heyəti açıqlandı. Bu heyətə Barcelona'dan 2 gol vuran, Slavia Praga ilə oyunda 2 gol vuran Fermin Lopez düşüb. Kenan Yıldız xəbəri də var. Belə ki, yayda 1+1 qaydasına 1/1 qaydasına qayıtmağı ümid edən Barcelona Juventus'un 20 yaşlı hücumçusu Kenan Yıldızı heyətinə qatmaq istəyir. Bu transferə görə də Katalon klubu bütçəsindən xeyli bir məbləğ xərcləməyə hazırdır. Bu məsələ də klubun gündəmindədir hal-hazırda. Digər bir xəbər isə Ficazes'in yaydığı xəbərdir. Belə ki, Aston Villa Ferran Torres üçün 65 milyon avro ödəməyə hazırdır. Barcelona isə bu haqda hələ ki, qərarı dəqiq yoxdur mətbuatda. Düşünülür ki, Barcelona hal-hazırda Torres'in gedişinə razı olmayacaq. Hal-hazırda klubdan getmə ehtimalı ən yüksək olan iki oyuncusu Duro Fernandezdir. Onun da Paris Saint-Germain ilə danışıqlar apardığı deyilir. Digər bir ehtimalsa Robert Lewandowski'nin Amerika Birləşmiş Ştatları klubundan birinə keçəcəyidir. Yəni bu Ferran Torres'in satılma mövzusu hal-hazırda prioritet deyil. Pedro Gonzalez'in də zədələnmə məsələsi var, hansı ki, bu gün Barcelona rəsmi olaraq açıqladı. Belə ki, o bu zədələsindən zədələnib, ən azı bir ay yaşıl meydanlardan kənara qalacaq. Ümumilikdə də elə bir ay gözlənilir. Sadəcə bərpa prosesindən asılı olacaq onun yaşıl meydanlara qayıtmağı. Siz də bu xəbərlər haqqında öz fikirlərinizi şərh bölməsində yaza bilərsiniz. Mümkün qədər tez-tez videoları gələcək. Hər birinizə təşəkkür edirəm. Forza Barça.